tanınmış Türk yazarı Ömer Seyfettin. Bahar ve Kelebekler. Hanım, isterseniz kahvaltıdan sonra sizi Bakşı'ya çıkarım. Biraz hava alın. Lale devrinde, baharın bu çağlarında hava gül kokuyor. Təsəvvür eləyirəm qızım. Sənə zəhmət olmasın. Bir də təkərli sandalye ilə baharın dadını çıxarmaq olar. O gülləri, çiçəkləri bağçada öz əllərinlə becərib, qoxlamadan ətrini necə biləcəksən? Doğru söylüyorsunuz. Eləcə sandalyamı böyük aynabəndə çıxarsan yetər. Uçuşan kələbəklər necə? Gördün mü ilk baharda? Əlbəttə, bizim o tərəflərdə çox görmüşəm. Böyük şəhərlərdə sanki biraz... Böyük şəhərlərində baharı yazı bambaşqa olur. Evdə otursan görməzsən ki onları. Bağda bağatda uçuşurlar rəmbərək, çiçəklər kimi. Mənim heç ev işlərimdən başım ayrılmır ki. Mənim əziz mürəbbiyəm, bilməz miyim? Sən olmasan bu evin belə sərsəhmanı düzəni olar? Təşəkkür edirəm. Amma bax, indiki cavanlar sənin kimi deyil. Qış, yaz, fərq eləməz. Dəyişən təbiyyəti hiss etmirlər sanki. Halbuki bizim vaxtımızda hər birimiz ahəmrüba idik. Əhvalımız da fəsillərə görə dəyişirdi. Bizim Nəcib Qızlar Lisesinin bağçası Bəylərbəyində Adnan idi. Yazın orada açan güllərin, çiçəklərin rəsmini görmək, ətrini duyman gərəkirdi. Qəhvənizi gətirinmi? Əlaclarınızı da sonra atarsınız. Olur vallah. O hava özü məlhəm kimi gəldi mənə. Xatirimdədir. Lisenin son sinifindəydim. Hər dəfə evə dönəndə məhəllədə rastlaşdığım bir gəncin baxışlarının məni uzun zaman müşahidə etdiyini hiss eləyirdim. Düzü, bu həm xoşuma gedirdi, həm də biraz tədirgin olurdum bundan. Bir bahar, bir qış böyle ötdü. Çoxdandır ki o gənci görmürdüm. Tam unutmaq üzrəyəkən bir gün qəfil çıxdı qarşıma. Ansızın ovcuma bir kağız parçası tutuşturdu. Ah, o günlər, o kağız parçasındaki duyğular. Nerede? Nerede? Karanlık çökünce sokağınıza, köşede ben varım, unutamazsın. O mutlu günler hep gelir aklına. Sen beni ömrünce unutamazsın. Sen beni... İlknur, kızım, sen neden böyle suskunsan? Bu baharın güzelliklerine bicane kalmak mı olar? Bahçeye çıksana. Bayırda bir hava var lokum kimi. Sema, deniz, ağaçlar, çiçekler sanki sulu boya ile mahir bir fırça ustasının çektiği tablonu seyredirsem. Ama yok. Yok.
Rəssam havadakı bu saf, təmiz qoxunu necə təsvir eləyə bilər? Ən gözəl rəssam əsəri belə aciz qalar bu tablonun önündə. Hələ qarşı sahildəki o bənövşəyi dağlar. İlknur, sən məni dinləmirsənmi? Eşidirəm ay nənə. 100 ildə o dağları, dənizləri öyürsən elə. Bilmirəm nə görmüsən o dənizdə. Qızım, əvvəla 100 il deyil, cəmi 97 ildir. Sonra da ki, sən o əlindəki qara qutudan başını bir qaldırıb, həm də verə boylansan, bəlkə mənim gördüklərimdən də gözəlini görərsən. Ay səni, Ayşənur nənə. Bu qara qutu deyil, nənəcan. Kitabdır. Nə? Kitab? Nə kitabdır ki o elə? Bu həyatdan, təbiətdən də mi gözəldir? Nə bilim, romandır. Oxuyum görüm nə olur. Adı nədir o romanın? Kimin əsəridir? Fransızcadır, tanımazsan. Nədən bəhs edir? Heç, hələ ki mətləbi aydın deyil, dolaşıqdır. Ay qızım, bu aydın görünən əsəri qoyub, o qaramat kitabı oxuyursan, elə olar da. Sənin yaşında bizi o çəmənliklərdən evə yığmaq mı olardı? 19 yaş, baharın özü deməkdir canım. Bu cilvəli, gül qoxulu bahara bu qədər yad, biganə olmaq mı olar? Biganə deyiləm, romandan ayrıla bilmirəm. Söylə canım, o romanda nə yazıblar ki, bu həyatdan, bahardan önədir sənin üçün? Bari adını desənə o fransızca romanın. Desençxante. Nə deməkdir ki türkcə? Sevincdən, səadətdən məhrum olmuş qadınlar. Kimdir ki onlar? Niyə saadətdən məhrum olublar? Günahları nədir ki? Biz, türk qadınları. Aman tanrım! Sən nə danışırsan? Kim deyir onu? Sevincdən, səadətdən məhrum qadınlar, türk qadınları mı? Əsla! Türk qadınları heç vaxt səadətdən məhrum olmayıblar. Məhrum olan, onu qələmə alanların özləridir. Bir də ki, siz, bax, indiki nəsillər, elə bil sizin üzərinizə bütün dünyanın ağırlığı çöküb. Elə yorğun, elə bezgin, elə əzgin görünürsünüz ki. Bilirsiniz niyə? Niyə ay nənə? Nə olub bizə? Çünki siz öz nənələrinizə, analarınızı deyil, gedib özünüzü əcnəbilərə bənzədirsiniz. Amma biz o qızıl zənciri qırılmağa qoymadıq. Nə qızıl zəncir, can nənəm? Sən nədən bəhs eləyirsən? Biz damarlarımızda axan əsl türk qanının, əsrlərcə dünyaya mədəniyyət daşıyan əsilzadələrimizin bu torpağa, bu vətənə, onun otuna, çiçəyinə olan tükənməz sevgi ilə yaşadıq. Bu bir əmanətdir. Əmanəti qoruduq, adətləri, inancları qoruduq. Qoruduq və sevdik. Sizsə o sevgidən məhrum olanlara uyub, əsl həyatı, gerçəyi görmürsünüz. Beyninizi, əxlaqınızı zədələyən o əcnəbi kitablardan həyat mı öyrənilir? Ayşəgül nənə, məyər siz kitab oxumurdunuz? Oxuyurduq, əlbəttə oxuyurduq. Onda kübar, zəngin ailələr öz övladlarını, xüsusən də qız çocuqlarını mədrəsələrdə, qız liseylərində oxudurdu. Biz də orada türk dili ilə yanaşı ərəbi, fars öyrənirdik. Bax, görürsənmi? Bəs mənə niyə deyirsən ki, əcnəbi ağlınızı alıb? Bax, biz onda əcnəbi dediyim bu şərq dillərini öyrənirdik ki, şərqin söz nəhənglərini, Füzulini, Nəsimini, Nizamini, Mövlanəni oxuyaq. Gerçəkdənmi? İndi sən o oxuduqlarını xatırlayırsanmı? Xatırlamam mı?
Değildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eyləyən qafil, səni görcək utanmazmı? Desənə bu qəzəllərə yazılan əsərlərə nədən belə aşiqsən, canım nənəm? Şeir insanın ruhunun qidasıdır canım mənim. Siz ruhunuzu ac saxlayırsınız. Özünüz yesəniz nə faydası? Özümüz pəhrizdəyik. Hələ bu harasıdır? Bizim zamanımızda gənc xanımlar incə lisanla, dillə danışa bilməsi üçün özünün də şeir yazması zəriflik nişanəsi idi. O zamanlar bir gənc xanım üçün ən böyük tərif onun haqqında şair ruhludur, həssasdır, ədibədir demələri olardı. Sonralar dəb düşdü. Ay bu fransız mürəbbiyyəsidir, qızımızı onun tərbiyəsində böyüdək. Bu ingilisdir, o nə bilim nədir. Odur ki, indiki qızlar da onların tərbiyəsi ilə böyüyüb özgələşir. Ana dilinə xor baxır. Başqa yad mədəniyyətlər sizə xoş gəlir. Onlara bənzəmək istədikcə özünüzdən uzaqlaşırsınız. Nənəm mənim, sən lap bizim qədim türk tarixi müəllimiz kimi danışırsan, ya da xocamız sənin kimi söylənir. Yanlış mı deyir? Türk qadınları səadətdən, sevincdən məhrummuş. Gör bu kitablar sizə nəyi tərqin eləyir? Özləri əsl sevincin, səadətin nə olduğunu duymamış belə. Nədənmiş o, ay Ayşəgül xanım? Of, at əlindən o kitabı. Yum gözlərini. Bu havanı doyunca ciyərlərinə çək. Sonra o çiçəklərin, güllərin ətrindən bihuş olmuş beyninlə yenidən bax bu baharın möcüzələrinə. Masmavi göydəki o pambıq topası kimi üzən buludlara, dənizin üzərindəki qağaylara, hələ qanadında çəmənliyin ətrini bağçamıza gətirən kələbəklərə. Yaxşı nənəcan, at deyirsən ataram bir tərəf o kitabı. Heç əlimə dalmaram. Bəs onda tənhalıqdan, sıxıntıdan bağrım çatlayır axı. Heç olmasa o kitablar başıma qatır. Onlarla dinlənirəm, əylənirəm. Bax işte ondadır da. Sən elə hey oxuyursan, amma əylənmirsən. Kənardan bir o gözəl gözlərini görə bilsəydin, sanki bir kədər buludu, dərd dumanı çöküb o gözlərə. Getdikcə daha çox qapanırsan özünə. Bu nə gənclik, nə qirayətdir ki sən onun. Yaxşı Ayşəgül xanım əfəndi, bəs nə buyurursuz? Neyliyim? Yoxsa bütün günü rəfiqələri ilə takılan, orada burada arkadaşlarıyla gəzib dolaşan, əylənən gəncləri bəyəndiyini mi deyəcəksən, nənəcan? Xeyr, xeyr. Mən sənin əsl kübar əxlaqından yerdən göyəcən razıyam. Sadəcə sənin yaşının bu bahar çağını belə lal dinməz, etinasız, gözəlliklərə biganə keçirməyin məni məyus eləyir. Bax, nə ötüb ki? Cəm 80 il. O zamanlar bir bilsən, necə məsud, necə qayğısızdıq. Məsələ heç də madiyyətdə deyil. Onda heç dəb də indiki kimi tez-tez dəyişməzdi qızım. Amma fəsillərin dəyişməsi, xüsusən yazın gəlişi. Nəinki təbiətdə, evimizin taxça boğçasında da, süfrələrin rəngində də belə sezilərdi. Bəs geyimləriniz?
Yine ne var ki? Gençliğin özü güzelliğiydi kızım. Ama onda da görerdin ki analarımızı yamsılıyırdık. Yazın hanımların çadraları, örpeyleri de al elvan çiçekleri hatırladırdı. Başka fəsillerde tündürəkləri sevənlər də yazda ala yaşıla bürünərdi. Gənc qızlar da analarının örpəklərini, nənələrin mücəffərlərini məmnuniyyətlə taxar. Onlardan cürəbəcür, əl işlərini, toxumağı, yaylıqlara naxır salmağı öyrənərdilər. İşiniz gücünüz yoxmuş vallah Ayşegül xanım. Küçük xanım, işimiz də vardı, məşğuliyyətimiz də. Hər məhəllədə, muxtarlıqda qadın dərnəkləri vardı. Bizim xanımlar tez-tez ora toplaşar, əl işlərini, mətbəx mərifətlərini paylaşardıq. Üstəlik ehtiyacı olanları da unutmazdıq. Ailə başçısını itirən, xəstəliyə düçar olan xanımlara köməyimizi əsirgəməzdik. İndi bunun üçün Qızılay var da. Ay canım, biz öz insanlığımızı yerinə yetirərdik. Dövlət də öz vəzifəsini. Sonra da bəzənib düzənib, şeir, söz, musiqi məclisləri qurardıq. Yaxşı, bəs dədəm, yəni babam necə baxırdı bu məsələyə? Bugün bu qonşuda, sabah o qonşudakı məclislərə. Çox gözəl. Bizim vaxtımızda ailənin rəisi həqiqətən kişilər idi. Və bununla onlar üzərlərinə böyük məsuliyyət götürmüş olurdular. Bilirdilər ki, hər anlamda bu ailənin, xanımın, çoluq-çocuğun hər sarıdan ehtiyaclarını onlar ödəyəcəklər. Xanımlar da ərlərinin, ailələrinin köləsi, qulu deyil, eşdi, ömür gün yoldaşı, hər qayğısını çəkən, başını dik tutduran tacıdır. Bəh, əsil dövran sürübsüz ki. Əlbəttə, qadın evdə də, bir məclisdə də, çöldə də sadə, gözə gəlimli, gözəl, səliqəli geyinər, bərbəzəyindən qalmazdı. Ondakı kişilər də nə zavallı, nə də kazinolarda keflənib özgələrin artığına tamah salmazdı. Ən əsası, nə qadın qaşqarala nə qədər müsafirlikdə, gəzintidə tək qalmazdı, nə də kişi işdən çıxıb dostlarla kef məclislərinə üst tutmazdı. Evin bir düzəni, kuralı olardı. Səhər qəhvaltısı və şam yeməyi hamının bir süfrə başına toplaşdığı mühüm ritualdır. Nənəcan, indi hardadır dediyin kurallara vaxt, imkan, iş, güc, dərs, toplantı, həri harda nə tapır onu da yeyir. Hamınız əcnəbilərə oxşamaq dərdindəsiz. İndi fransızca oxumaq, gündə bir moda geyinmək, geyimləri yaşa görə ayırt etmək dəbdədir. İnsanlar hər şeydən asidir, hər şeydən münasibətlər soyuyub. İncə duyğular, nəcib hisslər elə bilib itib gedib. Bunun yerini isə boş təkəbbür, mənasız iddialar alıb. Ay mənim incə ruhlu kübar nənəm. Ayşegül xatun, sən bizi heç elədin ki lap. Hamısı Avropalaşma xəstəliyinin işləridir. Bilmirəm bu nə mərəzdir. Vəba kimi yayılıb cəmaatın canına. Üzlərdən təbəssümü, dodaqlardan xoş sözü, gülüşü silib. Qadınların ətəkləri kimi ömürləri də qısa, mənasız olub. Başlarının örtüyü açılıb, bəlası artıb. Əllərinin nar çiçəyi kimi hənası gedib. Yerinə nə gəlib? Nə gələcəkdi ki? Əşyalarımızı, geyimlərimizi, adətlərimizi dəyişsəydi nə vardı ki? O bizim ruhumuzu, əxlaqımızı da dəyişməkdədir. Belə getsə, hər kəs yabancı, saxta təqlidçiyə dönüşəcək. Nənələrin ən qiymətlisi. Nə oldu? Qadın səadətindən siyasətə mi keçdin?
Biz nədən danışırdıq? Sən gör söhbəti hardan hara gətirdin. Mənim dəyərli ilk nurum. Mən tam da o sənin oxuduğun kitabdakı talihsiz Türk qadınları fikrinin uydurma, yapma olduğunu, güya can yananlıqla yazılan, amma Avropalıların bir siyasət oyunu olduğundan bəhs eləyirəm. Yaşımın 97'ni haqlamasına baxma. Huşum başım yerindədir. Ay şirin nənəm mənim, bilməz miyim? Sənin ruhun da, huşun da çox cavandı. Bilirsənmi niyə? Çünki biz öz ayaqları üstə möhkəm dayanan, milli kimliyi, mədəniyyəti ilə fəxr eləyən, ətrafdakılara sevgi bəxş eləməyi bacaran, şübhə ilə baxmayan, xəbislikdən uzaq, xoşgörülü bir nəslin insanlarıyıq. Biz dünyada səadətin nə demək olduğunu bilən və yaşayanlarıq. Türk qadını olmaq xoşbəxtliyin özü deməkdir məncə. Bəlkə də. Amma o da var ki, səadət, xoşbəxtlik anlayışı özü bugünün pəncərəsindən baxanda tam mənzərəsi ilə görünmür. İlknur xanım, sizə də qəhvə gətirimmi? Böyük qızdır. Öz qəhvəsini özü süzə bilər. Ayşəgül xanım necə buyurursa. Böyük nənəyə baharın havası gör necə xoş təsir edib. 41 kərə maşallah. Rəngi, rufu açılıb. Hələ bilsən, ilk gənclik illərindən necə şövqlə danışırdı bayaq. Ay canım nənəm, nə danışırdın sən elə gəncliyindən? Hansını deyim? Xatirələr o qədərdir ki. O ilk sevgi məktubunuzdan danışsanız. Belə işlər varmış. Böyük dədəm nə yazmışdı ki o məktubda? Onda mən Nəcib xanımlar lisesinə gedirdim. Hələ heç dədən nerede? Belə de. Danış nənəcan. Nə yazırdı gənc aşiqin o məktubda? Nə yazacaq? Gözlərin sayrışan ulduzlara, dənizin ay parçasına bənzir. Ah, sən bir təsvirlərə bax, zavallı türk qadını. Siz də inanırdınız o sözlərə? Hə, nənəcan? Xoş söz qəlbə əlac kimidir. Amma bizim zəmanənin qızları hər havaya uymazdı. Uslu durub ana baba sözü dinlərdi. O gözəl günləri, gəncliyimizi xatırladım yenə. Sizin gəncliyinizin, o günlərinizin bizimkilərdən fərqi nə idi ki, canım nənə? Onda indidən gözəl nə ola bilərdi ki? Hər şey gözəldir. Ən başlıcası isə ruhumuz gözəldir. Bir gülə çiçəyə baxıb, xoşbəxt olmağı bacarırdıq. Qohum qonşuda nişan, düyün olanda bizim ürəyimizdə toy bayram olardı. İlk məktəbə getdiyimiz gün. İlk dəfə böyük xanımlar kimi örtülü elçilərin qarşısına çıxdığımız nişan günü əllərimiz həyecandan titrəyə-titrəyə köpüklü qəhvə hazırlamağımız. Sonra sadə bir düyündə ya da zurna qavalla ər evinə köçməyimiz, ilk körpəmizi doğurmağımız, bütün bunların hər biri hamılıqla sevincə səbəb olan ayinlər, məclislərlə qeyd olunardı. Məncə heç nə dəyişməyib. İndi də insanlar bir-birinin dəvətində məmnuniyyətlə iştirak eləyir. Bax iş də ondadır. Ondakı səmimiyyətdə. Dəvət gözləmədən bir-birinin sevincinə də, kədərinə də şərik olmaqda. Məclislərdə qeybət, söhbət, dedikodu yerinə hərə öz məharətini göstərərdi. Kimi şeir, bayatı deyər. Kimi əlinin mərifətini, şirniyyatları sərgiləyərdi. Daha nələr, şərgilər, rəqslər bir-birini əvəz edər.
ürək dolusu şənlənərdik. Ayşəgül xanım, onda nə televizyon, nə də başqa əyləncə yox idi. Fəsillər ki, həmən fəsillərdir. Bax, biz fəsillərin gəlişinə də fərəhlənməyi bacarırdıq. Hər mövsümün bayramını özünə xas adət və ayinlərlə keçirərdik. Yadımdadır. Xıdır Əlləsdə gül ağacının dibinə arzularımızı yazıb bastırırdıq. Nişanlı qızlar, təzə gəlinlər də bizə qoşulardı. Hər bir diləkçə yazırdı. Xızır Nəbiyə. Kimin arzusu Çin olacaqsa, səhərsi yazdığını yerində görməzdi. Biz təbiətdən güc alırdıq, o bizdən. Onunla ahənruba edik. Yaz gəldi mi? Bu çöl çəməndə qız gəlinin gülüşü, qəhqəhəsi, quşların səsinə, civiltisinə qarışırdı. Çöldə çəməndə neynirdiniz ki? Gül çiçək əkirdiniz ya əkin biçinə gedirdiniz? Ay mənim şirin nəvəm, təbiətdən gün düşən balam. Gül çiçəyi təbiət özü bizim üçün yetişdirirdi qoynunda. Biz onların dilini anlamağa, dərdə dəva gülləri, otları dərib dəstələməyə gedirdik. Ax, sən nə biləsən ki, biz həm də taleyimizi, bir illik yorumunu, diktəsini oxuyurduq orada o güllərin, çəmənlərin içində. Axı necə, ay nənə, bunu necə bacarırdınız? Mənim balam, bu alaqaranlıq otaqlara qapanıb bütün günü ancaq kitablarla söhbət edib, təbiətdən gen düşməsən, o dili öyrənmək o qədər də çətin deyil. Biz də böyüklərdən, nənələrimizdən, analarımızdan öyrənib bilmişik. Nəyi? Nəyi olacaq? Ən başlıcası inamam. İnsan inandı mı, arzularının gerçək olması da asanlaşır. Nənəcan, bu necə asanlaşa bilər ki? Misal üçün, mayda çəmənlər xonça tutanda, quşlarla bərabər al-əlvan kələbəklərin də məkanı olur o gülizar. Bu vaxtlar hər ürəyində bir niyyət tutub, bir gül koluna yaxınlaşırdı. O kolun güllərinə qonan kələbəyin rəngi ilə arzusunun, diləyinin yerinə yetib yetməyəcəyini bilərdi. Gülə sarı və qara kəpənəyin qonmağından, otdan qorxan kimi ehtiyat edərdik. Heyecanla ağ və çəhrayı kəlebəklərin yolunu gözləyirdik. Nədən Ayşəgül xanım? Çünki hər rəngdəki kələbəyin öz mənası vardı. Ağ kələbək səadətə, uğura, çəhrayı kələbək xoş, gözəl səhhət və bolluğa, sarı, dərd və xəstəliyə, qara kələbək isə matəm və faciə işarə edirdi. Bir də görərdi quşlar kimi kələbəklər də qatarlandı. Elə kələbəklərin qatarlanıb gəlməsinin də ayrıca bir mənası var. Ağ kələbəklər qatarlandısa, bu zənginlik gətirər. Çəhrayı da bolluqdan, səadətdən soraq verir. Aman bu sarı kələbəklərin sürüsündən. Niyə ki, nənə? Qıtlığın sorağın gətirərdi. Qaradakı ölüm. Nənəcan, gör nələrə inanırsınız. O ki qaldı qırmızı kələbəklərə. O da yəqin xeyir xəbərə yozulub. Yox ay bala, yox. Nadir rastlanan qırmızı kələbək sürüsü müharibədən soraq verər. Ah, nənəcan, yenə də siyasət. İlkin Nurum, indi sən də görüm. Sonuncu dəfə gənclərlə çölə çəmənə, gəzintiyə nə zaman çıxıbsan? Ya gül çiçəkdən çələng hördüyünü xatırlayırmısan? Kələbəklərin uçuşunu seyr etdiyin necə? Yadına gəlirmi? Deyək ki, seyr elədim. Bundan kimə nə fayda? Ayşəgül nənəm, sən də lütfən bir misal çək görək. O kəpənəklərlə, güllərlə bağlı yorumlarınızın düz çıxdığını görübsüz? O qədər. Bilirəm. Sizin nəsil üçün,
Benim söylediğim boş bir inançtı. Belki de nağıldı. Ama o vaxt biz gördüklerimizi evde böylelerle paylaşardık. Hanımlar erlerini, atalarını, oğullarını haberdar ederdi. Çok da faydası olardı ki bu inancların. Oo, sizin əməlli başlı münəccimliyiniz, öncə görməniz varmış ki. Sen zarafat elə. Təbiətdən gözəl müneccim mi var? O göydəki kəhkəşa, aylı ulduzlu səma qədər yerdə, bu torpağın üstündə yetişən, uçan, qaçan, hər nə varsa, hər birinin öz dili var. Dilindən anlayana minnət. Nənəcan, yorulmusansa keçə içəri. Bağçada sənə soyuq olar. Hava da sərinlədi. Yaz küləyidir. Heç də olmaz. Bir əsim əsib keçər. Ağaclara sığal çəkir. Çiçəklərin açdırır. Nənəcan, əgər doğrudan da sənin dediyin kimi bizim qadınlar 80-100 il əvvəl belə xoşbəxt idilərsə, qayğısız idilərsə, onda bu inqilablar, misal üçün elə məşruti inqilabı nəyə lazım idi? Bax, indi görürsən, yenə dünya qadınları kişilərlə yarışır. Təkcə kübar zəngin ailələrinin qızları deyil, xanımları deyil, hər kəs oxuyur. Ay bala, mən xanımların oxuyub elmli olmasının əleyhinə deyiləm ki. Əksinə, anaları savadlı olan ölkələrin övladları alim olar, kamil olar, qeyrətli olar. Sadəcə biraz ifrata varılmaya. Yəni, xanımlar kişilərlə bəhsə girib zərifliyindən, qadınlığından vazgeçməsin, kişiləşməsin. Yaxşı nənə, bəs onda niyə deyirlər ki, filankəs kişi kimi qadındır? Yanlışdır, çox yanlış. Qadın kimi gözəl, ləyaqətli olar. Kişi də kişi kimi. Yoxsa indikilər kişilərin işlərini, sənətlərini, hüquqlarını, davranışlarını bölüşməklə əslində özləri də bilmədən öz zərif çiyinlərini yükləyir, kişilərin yükünü azaldırlar. Nənə, nə anlamdasa bəlkə də haqlısan. Fəqət etiraf elə ki, millətin tərəqqisi üçün qadın qayğısızlığından vaz keçsə də cəmiyyətdə söz sahibi oldu. Sənəti, peşəsi, əməyi ilə xalqının sabahına yarmağı bacardı. İlknur xanım, Bəli. təmiz hava xoş təsir elədi. Bütün gecəni yatmayan böyük xanım uyudu deyəsən. Hə, bir zəhmət içərdə mənim şalımı da ver ki, nənəm soyuqlamasın. Mənim dünya yorğunu Ayşəgül nənəm. Sən bu həyatın, təbiətin gözəl tərəfini o nurdan düşən gözlərinlə necə də görə bilirsən? Bizsə bambaşqa özəllikdə arayırıq bu dünyanı. Yadımdadır. O inqilab günlərində necə də coşğuluyduq. Mitinqlər, konfranslar, təntənəli mərasimlər, pafoslu çıxışlar, gürültülü alqışlar, teatr, konsert salonlarında da belə tədbirlər keçirilirdi. Sonra nə oldu? Düz deyirsən, qayğımız artdı. Böyük türk qadını heç vaxt nə hüsnünü, nə də zəkasını başqalarından almayıb. İndi biz nədən Avropalı qadınlara bənzəmək istəyirik? Onlar kimi yalnız səhnədə parlamaq, pərəstişkarlar qazanmaq istəyirik. Yenə o kələbəyli vadidəydik. Nənəcan, sən burada gözəlcə uyumuşdun. Nə vadisi, nə kələbəyi. Öyləmi? Nə gözəli yox idi. Amma mənim çiçəyimin üstünə heç bir kələbəy qonmadı. Ora bax, nənəcan. Deyəsən axı yuxundakı kəpənəklər qatarlanıb bizim bağçaya gəlib. Doğrudan, onda gəl niyyət tutaq. Görək hansımıza doğru gələcəklər. Görək də, o əski türk qadınlarının inancları bugün nə işə yarayacaq? Açığı bu yaz kəpənəklərə heç rast gəlməmişəm. Onda niyyətini tut. Özüm üçün deyil, bütün özüm kimi türk gənc qızları, xanımları, onların taliyi üçün tuturam. Bax, ey
Allah'ın öpüşük Qızılgül kolu. Qoy o sənin olsun. Çöl qapısına yaxın olansa mənim olsun. Olsun nənəcan, olsun. Yum gözlərini. Ürəkdən istə ki sizə saadət sorağı kələbəyim xeyir müjdəsi versin. Nənəcan, bu nədir? Nə oldu? Mənim qızıl gülümün üstündəki o ağ kəpənəkləri görürsən? Çox şükür. Şükür kəramətinə. Nə gözəl. Həqiqətən də çox gözəldir. Elə bil incə qanadlarını çaldıqca ürəyimin bütün sıxıntısı gedir. Bəs nə vermişdin? Hələ il boyu o sevinci, səadəti yaşayanda mənə rəhmət oxuyarsan. Nə rəhmət ay nənə, hələ 100 yaşını da qeyd edəcəyik. Yaxşı görək. Diriyə də rəhmət düşür. Baxsana, mənim gülümün də üstündə nəsə uçuşur. Amma rəngini ayırt eləyə bilmirəm. Gör ağdırmı? Ay nənə, heç mən də yaxşı görə bilmirəm. Gör ha, sizin keçmişdən qalma bu batil inanclarınız bugünün elminə, idrakına, həqiqətinə qalib gəlir. Amma hər halda maraqlıdır. Demədin axı. O kələbək nə rəngdədir? Deyəsən sarıdır, qapqara da xalları var. Doğrudan, qara xallar. Ümidli xəstəlikdir. Yəni xəstəliyimə nəsə bir əlac tapıla bilər. Səndə nə xəstəliyi var ki? Maşallah, həyat eşqi ilə dop dolusan. O bizi xəstə xal, zəif. Sizə gələn mənə gəlsin. Balam mənim. Canımsan. İntihası bu həyatın qədrini bilin. Gülümseyin. Əssalam. Gülümseyin ki o da sizə gülümsəsin. Ay qızım, o kələbək necə dövrə vurur mənim gülümün başında? Hə, ora bax, elə bil fırfıradır. Özü də qapqara. Bəs deyirdin gözüm seçmir Ayşəgül xatun. Deyəsən axı doğrudan da qaradı o kəpənək. Yox, ola bilməz. Gözümüzə görünür. Bəs o bayaqki bəzəkli kəpənək hara getdi? Nənəcan, o qara deyil, qara xallıdır. Baxsana. Nənəcan, nənə. Nə olub? Açsana gözlərini. Ayşəgülüm, canım nənəm. İlknur xanım, sakit olun. Canbəsər olar. Bir baxın necə gülümsəyir. Elə bil şirin yuxuya gedib. Nənə, canım nənə, sən mənim gözümü açıb bu baharı, təbiəti, bu gözəllikləri görməyi öyrətdin. Öz gözlərini nədən qapadın axı? Oyan, nə olursun oyan. Nəbzi vurur, nəbzin vurur nənəcan, oyan. Ah, keşke bu müthiş inancı olmasaydı. Elə onun üçün belə xoşbəxt gülümsəyir məncə. Sizinlə dünəniniz arasında incə bir körpü qurub köçdü dünyadan. Ah, mənim kübar nənəm. Sənə oxşamağı çox istərdim. Keşke bacarsam. Siz radyo teatrında tanınmış Türk yazarı Ömər Seyfəddinin Bahar və Kəlebəklər hekayəsi əsasında radyo tamaşanı dinlediniz. İştirak edirdilər nənə Nəsibə Eldarova, nəvə Şəmsiyə Fərhad qızı, mürəbbiyə Ofeliya Sabir qızı. Hekayəni radyo üçün Şəfəq Əlixanlı səhnələşdirdi. Rejissor Leyla Qarayevadır.